Hamıya salam uşaqlar. Deməli, söz verdiyim kimi artıq kanalda hiking videosu gəlir. Səhər saat 6-da Bakıdayıq. Biz düzü mən heç belə bir şey təsəvvür etməzdim ki, Masallıda belə bir nəsə var da, yəni belə hiking üçün falan. Məndə də birinci dəfə olacaq təcrübə Masallı ilə bağlı. Hardasa 10 kilometr gedib gəlməklə bir yerdə 10 kilometr olmalıdır. Bayırda heç vaxt belə bir video çəkməmişəm deyə cəmaət gələn kimi kameranı söndürürəm. Deməli, nə deyəcəkdim? Mənə getdi yenə. Yadıma düşdü. Deməli, o axşam 4-5 saat yuxu ilə yatırsan, sabahın həyəcanı var axı, gedəcəm hikingə və çoxdan da də getmirəm təbiətə. Onun tatlı həyəcanı ilə bugün durmuşuq. Üzü metro istiqamətinə gedirəm. Nizamidən çıxacaq. Nəsə, buraları çox da uzatmaq istəmirəm. Qısa bir metro yoldan görüntülər gələr yəqin ki. Arada da saxlayacağım ki, sırf Masallıda, o Masallının ən hündür zirvəsidir belə deyək, həmin o da. Ora bir yürüyüşümüz olacaq. Gedək görək bugünkü məcaramızın axırı nə olur. Deməli, millət üzrə çatmışıq. Yavaş-yavaş hiking eləyirik. İndi bu dəqiqə başlayaq elə. Ümumiyyətlə, biraz məlumat verim deməli. Bu cənub zonasına çoxdan da gəlmirdim. Baxdım, gördüm ki, yol həqiqətən cənuba gələn yolda çox qəşəngdir. Yəni, həm maşın yolunu deyirəm, həm də görüntü olaraq, mənzərə olaraq. Arada biraz nəfəs alım. Elə ki, arada bir film səhnəsində falansan, böyle çox qəşəng hissələr var idi. Həqiqətən düz oralar çəkə bilmədim. Maşından yaxşı düşmürdü. Ümumiyyətlə, amma belə yaxşı idi. İndi sizə hiking qrupumuzu da göstərim. Həm video çəkib, həm də anın dadını çıxartmaq çətindir açığı. Amma çalışdığım qədər sizə də göstərəcəm. Hələ ki meşə ilə davam. Biraz açıqlığa çıxaq, eyni kadrlara göstərmək istəmirəm. Həm də özüm də video çəkəndə istər-istəməz adam biraz həmin anın dadını çıxartmaq biraz çətin olur. Biraz da belə göstərim. Uzun müddətdir məndə heç təbiətdə deyildim. Axırıncı dəfə heç yadımda deyil nə vaxt olmuşam. Yəni bir rahat 4-5 ay keçib üstündən. Həqiqətən, yəni maşından düşən kimi adam o ab-havanı hiss edir. Camaat ucu soyunur. Yəni bir damcı qalxmışıq, yəni maksimum 15 dəqiqədə hərəkətdəyik. Həqiqətən də hava çox qəşəngdir bu arada. Mən bu qədər gözləmirdim. Hətta yağış falan göstərdi, hava tutqundur elə biraz. Yaxsa da inanmıram güclü yaxsın. Hava amma çox qəşəngdir. Yəni yayda bəlkə bura gəlmək çox üstü olar, amma bu dəqiqə çox qəşəngdir hava. Yəni tam odur da. Tam o havasıdır. Yəni axtarmaq istəsəniz belə tapa bilmərsən də bu havanı. Bu tarixi də deyim sizə, bu arada mayın 4-üdür. Yəni hava belədir burada. Masallıdayıq. Orada heç mən məlumat verməmişəm. Dəmbəlov kəndindəyik və Masallının ən hündür zirvəsi gedir. Ora gedəcəyik daha doğrusu. Artıq meşə bitir. İndi daha qəşəng mənzərələr məncə bizi gözləyir. Mən burada olmamışam. Yəni hətta mən sizə belə deyim də, Masallının bu qədər qəşəng bir yer ola biləcəyini fikirləşməzdim. Yəni çox qəşəngdir və hava da bugün çox qəşəngdir. Ekstra qəşəngdir. Belə. İndi məncə biraz qalxaq. Orada daha qəşəng mənzərə olacaq. Artıq meşə bitdi demək olar və belə açıqlıqla davam edirik. Yəni mənə desəydilər ki, Masallıda belə qəşəng yer var, açığı mən inanmazdım. Gəldiyim qəşəng yerlərdən biri də həqiqətən, buna baxım da. Nəmi adam çək. Çəkəndə də biraz dediyim kimi anın dadında çıxartmaq olmur, amma çox möhtəşəmdir. Yəni
Bir dənə gəlmək lazımdır, gəzmək lazımdır. Gəzmək lazımdır, ancaq gəzmək. Baba gəzmək. Bunun özü var ha, bunun özü belə. Onun iyisi var. Ayda. Çox qəşəngdir. Yəni hər xırda detal belə. Bu arada zarafatsız bir kadrlara girən o görüntünün iyisi, özünə məxsus iyisi var. Nədənsə mənim xoşuma gəlir. Yola bax bir dənə. Velosiped də sürəsənə burada. Biri gəlib qoyur da mənə. Uyda. Az qala minaya düşürdüm. Az qala minaya düşürdüm. Ona da deyim ki, yürüyüş hələ ki asant gedir. Yəni deyilənə görə onsuz asant yürüyüş idi və bilməm, çox qəşəngdir. Həqiqətən çox qəşəngdir. Bu arada içimən qarşı yəqin ki çox adam bu çubuğun yürüyüş çubuqlarının mənasız olduğunu düşünürdü. Mən də elə düşünürdüm, amma indi fikir verirəm ki, hələ mən tək işlədirəm, amma çox faydası var. Dizləri yük düşmür və hiss edirəm ki az yoruluram. Düzdür, hələ başlanğıcdayıq. Yenə də ümumiyyətlə tur bitsin, bütün təəssüratlarımı bölüşəcəm. Yəni elə bir qiymətli yoxdur onsuz da. Belə elə deyirəm, anın dadını çıxaracağım. Bir tərəfdən də anıları yadda saxlamağa çalışıram. Yəni necə yadda saxlamağa, videoları çəkib xatirə saxlamağa daha doğrusu. Beyin gedib. Biraz istirahət vermişik. Amma istirahət verən kimi geyinmək lazımdır. Yəni, çünki külək vurur, biraz azma soyur. Gəzəndə hiss eləmirsən, elə bir şey yaydasan, amma dayanan kimi o sərinliyi hiss edirsən. Düzdür, külək çox yerindədir, yəni bu dəqiqdə. Yuxarı çıxmışıq, normaldır yəni. Belə, biraz da turdan göstərir. Görək. Dostumuz da var, qoşulub bizə. Yemək falan verdi bizimkilər, sağ olsunlar. Bir burada iştirakçımız var. Deyir ki, mən hər belə gələndə istərsin yemək gətirirəm. Doydun? Doyub, oynayır. Keyfi köçdü. Zarafatsız mən bunun faydasını indi görürəm. Dırmaşanda vahşi. Yəni böyle dik dırmaşırsansa. Bəzilərin əzəlləri görünəcək. Mən də çoxdan da yürüyüşə çıxmıram əslində. Məndə də ola bilər ki, sabaha hazıram. Buna deyirlər maşavaya kislata. Su əzəllərdə yığılır. Çan kimi baxır. Yuxarı düzdə elə bir it var idi. Zirvə zəmində Topakin şəlaləsində elə bir it var idi. Mən 3 dəfə elə it görmüşəm. Ən bildəkilər xoşlamadı, mən bildəkilər sürünə gəldi. Məsələn, Sımda da bir dənə qara it. Sənin telefonundan xoşu gəlir. Bulutlara bir daha bakın.
Elə bir ki, biraz da çıxsaq suda. Amma yavaş-yavaş yağış damcıları hiss edirəm. İndi biraz yolumuz düzəldi. Yəqin ki, belə qalxıb, tam dəqiq bilmirəm, amma belə yol görsənir orada, belə. Bəlkə burada ola bilər. Yəni, burada gedə bilərik. Heç bir fikrim yoxdur və yorğunçuluq yoxdur. Hələ ki, yaxşı davam edir. Beləncə. Çox qəşəngdir, yəni ki, necə deyim, bura planlarınızın içində olmalıdır. Yəni, mən hikingə gəlmək istəyirəm deyirsinizsə və birinci dəfədirsə, məncə gəlmək olar. Hələ ki, yəni deyə bilərəm, çünki asandır, yəni çətin deyil və çox qəşəngdir. Mən belə bir yer təsəvvürümə gəlməzdi. Hələ yol vapşı çox rahatdır, yəni Bakıdan 2-3 saata buradasınız. Dostumuz da buradadır, bizə qoşulub. Hə? Ceki. Birazdan yemək verirlər buna. Bu dəqiqə çox qəşəngdir bura bax. Burada evlər var. İndi GoPro-dan bilmirəm necə görsənir. Bir dənə sakitcə, bir dənə danışmıram. Görüm quşların səsi inşallah ki düşər. Adam formatlanır. Oyda. Yəni bu görüntüyə baxın. Bu GoPro kameralarındandır. Hı. Uşaqlar, yaz yağışı başladı. Kurtka dəyişdik. Hətta yağmurluqlar da geyinilib. Davam ama. Bax orası. Orada bitir. Bax. Önəmli də deyim mən sizə. Əlavə bir dənə corab götürmək. Yəni yayda gəlmirsinizsə də. Düzdür, yayda corab vacibdir, o heç. Ümumiyyətlə, belə havalarda, yaz havalarında polar götürürsünüz bir dənə. Hansı ki, tüklü materialdandır, isti saxlayır yəni. Bir dənə də yağmurluq, yəni yağış və külək keçirtməyən bir şey. Bunlar vacibdir. Çünki bax, birinci dırmaşanda hava çox istiydi, həm də aşağıdaydıq. Qısa qola keçsin. Sonra hava biraz soyudu, dayandıq, polara keçdim. İndi biraz yağış damcılayır, ona görə keçmişəm yağmurluğa və bir dənə də çanta vacibdir, yəni. Gündəlik hiking yürüşlərində ən az bir 30 litr çanta, 20 bəs eləməyəcək məncə. 30 kifayətdir ki, onun içinə 2 dənə kurtka qoya bilərsiniz. Yəni polarla bir yerdə, kurtka dediyim polarla bir yerdə belə. İndi bir dənə də mənzərəni göstərim. Su götürürsünüz özünüzlə, vacib məsələlərdən biri. Bu tərəf ucu Xəzərdir. Gəldi əsas məsələyə. Dincəlmək. Şəhərdən masal gedək. Yiysə hər yeri bürümüşdü, axı qismət oldu yemək. Tələbə menü, heç nə yox. Tezbaza hazırlanmış bir şey. Mayonez da özüm qoymadım ki, xarab olar. Biraz enerjimizi yenə yaz. Mənzərə özüdür. Güləş saydı bax orada. Yağış da yağır, yüngül. Uşaqlar, qısa qolla başlamışdıq. İndiki vəziyyətimizə dayandıq yemək deyə soyuq olur. Həm də yağış da yağır. Uşaqlar, maraqlısı bilirsiniz nədir? Gülməli versiyası. Biz burada bu qədər giymişik. Sumka, yemək, zırt, burada əlimizdə çubuq şeydir. Bu qədər şeylə gəlmişik bura. O sırada çobanlar, kəndin çobanları. O sırada kəndin çobanları şəhər paltarı ilə dırmaş, makasinlə dırmaşırlar dağı. Belə olanda həqiqətən adam özün şey istəyir. Yəni şəhərdən gəlmişəm də o belə şəhər uşağı. Yolumuz belə dırmaşırıq. Bu dırmaşan moment həqiqətən çubuğun faydasını gördüm. Hamıya da məsləhət görürəm. Düzdür uşaq, indi qalxırıq. Amma məncə qaydanda daha
mənzərəmiz daha yaxşı olacaq. Çünki qalxanda mənzərə arxamızda qalır, görmürük. Amma qaydanda bir dənə bu mənzərəyə fikir verin. Buludlara çatırıq. Az qalıb. Əslində çatmışıq, Füsu. Bu təpədir. Bir dənə ən çətin məqam buradır, Füsu. Və bu da son uşaqlar. Bu dəqiqə Masallının ən hündür zirvəsindəyik. Bu da görüntü. Uşaqlar bir dənə buludların gözəlliyinə baxın. Belə əslində gün olmayanda mənzərə daha qəşəng olur. Düzdür, yağış biraz... Bir dənə buna baxın. Yağış diskomfort yaradır adamda, düzdür. Amma elə də güclü deyil. Yaxşıdır yəni. Olmasa da olardı. Bu da bizim finish nöqtəmizdir artıq. Yağış yağır, görə indi düşməyi necə olacaq. Çünki yer yaş olacaq, palçıq olacaq, sürüşmə ehtimalı çox. Və budur uşaqlar, bitdi. Və bu dəqiqə anın dadını çıxardıram. Bilmirəm, indi videoları biraz qısa çəkdim. Yorğunçuluq 30%, yəni gözlədiyimdən daha rahatdır. Və mənzərə çox əladır. Yəni buludla eyni səviyyədəyik. Bu buludu görürsünüz. Çox qəşəngdir mənzərə. Yəni axşama kimi adam oturar burada. Sakitlikdir. Yəni indi adam səsləri olmasa vəbşə möhtəşəm bir şey. Uşaqlar, həyatınızda da bir dəfə də olsa bura gəlin. Bura gəlmək lazımdır yəni ki. Hər tərəfi, yəni elə bir nöqtədə ki, bu tərəfi çay. Həm o tərəf Xəzər dənizi. Bu tərəfə dönürsən tamam ayrı mənzərə. Həm də bugün buludlar xüsusi gözəldir. Düzdür, yağış biraz yağdı. İndi tam odur da hava yenə. Və qısa qolla başlamışdıq. İndi polarda giymişəm, əli üstündən yağmurlu da giymişəm. Belə. Bitib biraz dincəlirik, sonra yenidən. Uşaqlar qaydırıq. Külək başladı biraz. Bilən fikir verin. Böyle qəribə hava var. Gah yaxşıdır, gah yağış yağır, gah gündə külək var. İndi həm də qaydırıq deyə mənzərəmiz daha yaxşıdır. Uşaqlar düşəndə ayaqqabıcı bir razmer böyük götürün. Çünki düşəndə belə meyilli olur deyə ayağınızı vura bilər ayaqqabı. Ona görə çıxanda bir razmer ayaqqabı böyük götürmək məsləhət. Sizdə bu həyatda nə var? Siz kimi yaşamaq. Ha, qorxma. Yeməyəcəm. Uşaqlar kəndi sizə yaxından göstərim. Qaydanda əslində kənd yolundan qaydırıq ki, daha maraqlı olsun. Bəli, yerə bir kök yoxdur, çalışacaq. Aslında tığ deyil, tığ. Tənbəl olsun. Yox, şeydə tığdır. Tənbəl olar. Yok, de, bukva de. Tam balo belədir. De. Usta şeydi yazısında. Hər tərəfində. Aslar, hərəkətə baxdığımız var. Hərəkətə baxdığımız var. Onun önce elini sudan yapacaq. Kökümler. Bir dənə sual verə bilərəm sizə. Və budur, artıq finish xəttinə yaxınlaşırıq. Yəni bitir. Meşəliyə doğru girdiksə vəsə. Demək ki, çatır. Say hello. Hello. Yeah. Deməli millət, bir hiking bitməmiş, o bura hikingə başlayır. Qəribə bir hava. Yanardağ var burada. Orada indi çıxacağıq. Burada çay da var. Mən sizə onu da göstərim. Belə.
Proper pləkanla yanardağ var deyilənə görə. Mən də bilmirəm. Planımızda yox idi əslində. Prosta hiking tez bitdi deyə. İndi də bu hikinqə. İnşallah vaxt tapdıqca, yəni alındırdıqca kanala belə bir videolar qoyacağam. Çünki həqiqətən Azərbaycanda belə bir kanallar azdır, var. Təbii ki var. Hətta xarici gəzənlər də var. Amma belə kontentlər çəkib qoymaq lazımdır. Çayın səsi, meşənin içindən düzdür. Burada ucu pləkanlar var. İndi qalxaq görək yanardağ nədir. Жарко. Biraz da gəlin yanına. Birdən düşüb eləyər ya bu Mən də o şəkildə yana. Yayda bura gəlmir. Oy, Yavaş. Yavaş dur. gedirdim. Daha bu gün dırmaşmadığımız yer qalmadı. Deməli uşaqlar burada da bax buradan görsəniz, bax yeri görsünüz bu sarıları bax ora. İndi bir də oranı göstərim. Onsa tüsü bilmirəm indi görsənir. Bu tüsü də deyil, buxar daha doğrusu. Buxar və qəribə isi var. Fikir versəz, isti su gedir. Nasıl alınır? Fikir verim də nə? Buxara. Belə millət, ümid edirəm ki, video xoşunuza gəldi. Mənə dəstək olmaq üçün mütləq heç olmasa bir dənə like, bir dənə də komment yazmağı unutmayın. İndi də yanardağ bitdi, artıq yola düşürük. Mən heç bilmirdim yanardağa gələcəyik, amma gəldik. Bu da buranın mənzərəsi. Növbəti videolarda görüşmək ümidi ilə. Hələlik.